Axşamınız xeyir, necəsiniz dostlar? Qarşıma bir video çıxdı. Bizdə olan məlumata görə Pərvaz bəy, siz çox məşhur bir müğənni ilə sevgi həyatı yaşamısınız və o sevgi həyatı bitib. Bu məlumatın doğruluğu nə dərəcədə düzdür? Sən demə, Azərbaycan televiziyalarından birinin növbəti rəzilliyi. Gələn qonağa verilən suala bax. Bizdə olan məlumata görə uzun illər çox məşhur bir müğənni ilə sevgili olmusunuz və bu sevgi artıq bitib. Sənə nə? Gələn qonaq sənə sual verirmi ki, sən kimin hesabına gəlib burada aparıcı oturmusan? Kimin şotuna televiziyada aparıcılıq edirsən? Veriliş aparırsan? Dünyanın sonudur. İndi sizin iddialarınız nə qədər doğrudur, nə qədər yanlışdır bilmirəm. Amma məndə olan məlumatlar tamı-tamına doğrudur ki, siz qeyri-peşəkar aparıcısınız. Siz peşəkar jurnalist deyilsiniz xanım. Peşəkar jurnalist, televiziya aparıcısı bilməlidir ki, qanunda şəxsi həyatın toxunulmazlığı var. Siz bunu bilmirsiniz çünki evdə pişməyib, qonşudan da gəlməyib. Hardan gəlmişsiniz, bu efirdə aparıcı olmuşsunuz, mən bilmirəm. Bu arada orada deyirsiniz ki, həmin məşhurun adını çəkəcəyik. Xanım, niyə çəkmədiniz? Qoy mən deyim. Çünki ad çəkmək biraz zad istər. O zad da sizdə inanıram ki, yoxdur. Ümumiyyətlə, son dönəmlər televiziyalar konçin olub. Bu təhqir deyil. Konçini rus dilindən Azərbaycan dilinə tərcümə edəndə bitmiş deməkdir. Televiziyalar bitib. Sadəcə Allah rəhmət eləsin deyən yoxdur. Niyə görə deyən yoxdur? Çünki rəhmət qazanacaq bir şeylər etmirsiniz televiziyalarda.